Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycan SSR-in yaradılması haqqında danışacağıq. Dedik ki, artıq 1920-ci il 28 aprelində çevriliş baş verdi və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu və Azərbaycanda hakimiyyət kimlərin əlinə keçir? Bolşeviklərin əlinə keçdi. Yəni Azərbaycan Sovet Sosialist Respublikası, Azərbaycan SSR yaradıldı. Eyni zamanda biz deyirik ki, Azərbaycanda dedik axı respublika quruluşu 3 dövrə bölündü də. Bizdə 1918-dən 20-yə qədər 1-ci respublika dövrü, 1920-dən 1991-ci ilə qədər 2-ci respublika dövrü və 1991-ci ildən bugünkü günümüzə qədər artıq 3-cü respublika dövründə yaşayırıq. Burada qeyd eləmişik ki, Müvəqqəti İnqilab Komitəsi, bəli, AZMİK. Yəni deyirik ki, artıq aprel işğalından sonra ilk dövrlərdə Müvəqqəti İnqilab Komitəsi yaradıldı və eyni zamanda o Müvəqqəti İnqilab Komitəsi də nə yaradır? Xalq Komissarlığını yaradır. Nə idi bu Müvəqqəti İnqilab Komitəsi? Tərkibi deyirik əsasən azərbaycanlılardan ibarət idi və ilk dövrdə əsasən qanunverici orqan rolunu oynayırdı. Yəni qanunu verirdi kim? Müvəqqəti İnqilab Komitəsi. Bəs yaxşı, icra eləyən kim idi? Xalq Komissarları Soveti. Xalq Komissarları Soveti nə vaxt yarandı? Deyirik 1920-ci il 28 apreldə. Yəni bu Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsi də iclasında Xalq Komissarları Sovetini yaradır. Bu Azərbaycan Xalq Komissarları Soveti də tərkibi əsasən azərbaycanlılardan ibarət idi və işi nə idi? Müvəqqəti İnqilab Komitəsinin verdiyi qanunları icra eləmək. Və deyirik ki, Nəriman Nərimanov da həmin Xalq Komissarları Sovetinin ilk sədri olmuşdu. Amma real hakimiyyət bunların əlində deyildi. Kimin əlində idi? Qeyd eləmiş Azərbaycan Kommunist Bolşevik Partiyasının əlində idi. Yəni Azərbaycan Kommunist Bolşevik Partiyası özü elə birbaşa Rusiya Kommunist Partiyasının filialı idi. Yəni Rusiya Kommunist Bolşevik Partiyasının verdiyi qərarları, göstərişləri həmin Azərbaycan Kommunist Bolşevik Partiyası həyata keçirirdi. Nə vaxt yarandı Azərbaycan Kommunist Bolşevik Partiyası? 1920-ci ilin fevralında. Yəni hələ AXC-nin mövcudluğu dövründə də onu yaratmışdılar ki, hakimiyyət mübarizəsi yaradıb hakimiyyəti onların əlinə keçirsinlər. Bəli, deyirik ki, həmin o Azərbaycan Kommunist Bolşevik Partiyasının mərkəzi komitəsi də fəaliyyət göstərirdi. Aydın oldu mu məsələ? Yaxşı, burada biz qeyd eləmişik ki, 1929-cu il 1-ci katib. Bəli, deyirik ki, artıq 1929-cu ildə Moskvada ilk dəfə Kommunist Partiyasının 1-ci katibi vəzifəsi təsis olunur. Bizdə də onun kimi 1-ci katib vəzifəsi təsis olunur, lakin deyirik ki, 1933-cü ilə kimi kimlərin əlində olur? Emissarların əlində olur da. Yəni birbaşa oradan Rusiyadan göndərilən şəxslərin əlində idi. Amma 1933-cü ildə Mirzəcəfər Bağırovun əlinə keçir. Həmin o Kommunist Partiyasının 1-ci katib vəzifəsi bəli Mirzəcəfər Bağırovun əlinə keçir və deyirik Mirzəcəfər Bağırov 20 il rəhbərlik edir. Yəni 1933-cü ildən 1953-cü ilə qədər rəhbərlik edir və onun dövründə dedik ki, o Azərbaycan Kommunist Partiyası daxilində olan qarşıdurmalardır, prinsiplərdir. Onların hamısına son qoyulur. Eyni zamanda bütün hakimiyyəti həmin Mirzəcəfər Bağırov öz əlində cəmləşdirir. Bundan başqa yazmışıq 1920-ci il ilk dekretlər. Bəli, 1920-ci ildə Azərbaycan SSR-in Müvəqqəti İnqilab Komitəsi ilk dekretləri qəbul edir. Nə idi bu? Deyirik məsələn yerlərdə kənd, qəza, nahiyə inqilab komitələri yaradıldı və polisin əvəzinə nə yaradıldı? Fəhlə kəndli milisi yaradıldı. Bundan başqa xalq məhkəmələrinin yaradılması haqqında dekret verildi. Və nə deyildi? Deyildi, ancaq fəhlələr və kəndlilər üzv seçilə bilərdi məhkəməyə. Və bundan başqa deyirik ki, əks inqilabçılığa qarşı, təxribatçılığa qarşı da fövqəladə komissiya yaradıldı. Və bundan başqa eyni zamanda başladılar ordu və donanmanı yenidən təşkil etməyə. Məqsəd nə idi? Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu ləğv eləmək. Və götürdülər, deyirik ki, Rusiyanın qırmızı ordusunun tərkib hissəsi kimi Azərbaycan ordusunu, donanmasını yaratdılar. Bu nə idi? Bizdə ordu saxlanılması hüququndan məhrum eləmək üçün eləmişdilər bunu. Bundan başqa biz deyə bilərik ki, bu təbəqələr var idi, bəy, ağa, xan. Həmin rütbələrin hamısı ləğv olundu. Hamı nə oldu? Azərbaycan SSR-in vətəndaşı. Və bundan başqa vicdan azadlığı haqqında dekret verdi ki, həmin dekretə görə nə idi? Bütün dini mərasimlər
ləğv olunmalı idi. Yəni bir növ ateistləşdirirdilər də, dini dövlətdən ayırırdılar. Və bundan başqa torpaq haqqında da dekret verildi ki, bütün o kilsə torpağı, vəqf torpağı, xan, bəy, ağa torpaqlar müsadirə olunur və torpaqlar təmənnasız olaraq kəndlilərə paylanıldı. Eyni zamanda milliləşdirmə siyasəti apardılar. Nə idi? Məsələn, Müvəqqəti İnqilab Komitəsi dedi ki, 1920-ci ilin 24 may tarixli dekreti ilə neft sənayesini milliləşdirdi. Yəni dövlətin əlinə keçirdi və qardaş yardımı adı ilə də başladı Rusiyaya axıtmağa. Bundan başqa Xəzər ticarət donanmasıdır, zavodlardır, fabriklərdir. Bunların da hamısı dövlət mülkiyyətinə birləşdirildi. Yəni onlar da milliləşdirildi. Və eyni zamanda biz danışa bilərik 1921-ci il yazmışıq. Bəli, 1921-ci ildə 1-ci Ümumi Azərbaycan Sovetlər qurultayı keçirildi ki, burada da bolşeviklər öz hakimiyyətlərinə hüquqi əsas verməkdən ötürü eləmişlər bunu. 1921-ci ilin mayında Bakıda bu qurultay çağırılır. Və deyirik ki, qurultayda ilk konstitusiya qəbul olunur. Yəni 1921-ci ildə bizim Azərbaycan SSR-in ilk konstitusiyası qəbul olunur. Nə idi bu konstitusiyada? Dedilər ki, ali hakimiyyət ancaq kimlərə məxsusdur? Əməkçilərə, yəni kəndlilərə, fəhlələrə aiddir. Və bundan başqa bütün vətəndaşlara vicdan, mətbuat, söz azadlıqları verildi. Dedi ki, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hamı bərabərdir. Və bundan başqa milli azlıqlar var idi ki, onların mənafeyinin qorunmasına təminat verildi. Və nəhayətində deyir ki, Azərbaycan o Müvəqqəti İnqilab Komitəsi ləğv olunur və onun yerində yenidən Mərkəzi İcraiyyə Komitəsi, bu da ləmik yazılır. O Müvəqqəti İnqilab Komitəsi azimik gedirdi və həmin o azimik ləğv olunur və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yaradılır ki, deyirik ki, o əvvəldə Müvəqqəti İnqilab Komitəsi necə ki qanun verirdi, Xalq Komissarları Soveti icra edirdisə, indi nə oldu? İndi də təzədən yenə Mərkəzi İcraiyyə Komitəsi qanunları verir və Azərbaycan SSR-in Xalq Komissarları Soveti də həmin qanunları icra edir. Xalq Komissarları Sovetinin ilk sədri kim olur? Nəriman Nərimanov olur.